Salam əziz şagirdlər, hər birinizə xoş gördük. Bugün sizinlə 7-ci sinif fizika iş dəftərindən düzxətli bərabər sürətli hərəkət mövzusunun tapşırıqlarının izahını bölüşəcəm. Gəlin başlayaq. Birinci suala baxaq. Tərif verilib. Cismin hərəkət trayektoriyası düz xətt olarsa belə hərəkət düz xəttli hərəkət adlanır. İkincidə deyilir ki, düz xətt üzrə hərəkət edən cisim bərabər zaman aralıqlarında bərabər yollar qət edərsə, belə hərəkət düz xəttli bərabər sürətli hərəkət adlanır. Keçək üçüncü tapşırığımıza. Düz xəttli hərəkətə aid 3 nümunə göstər. Düz xəttli hərəkətə aid göstərə bilərik ki, məsələn, təyyarənin getdiyi yol düz xəttli hərəkətdir. Düz yolda maşının getdiyi yol düz xəttli hərəkətdir. Eskalatorun hərəkəti düz xəttli hərəkətdir. Göstərə bilərik. Keçək dördüncü tapşırığımız. Düz xəttli bərabər sürətli hərəkətə aid 3 nümunə göstər. Eyni zamanda bunları düz xəttli bərabər sürətli hərəkətdə də göstərə bilərik. Keçək 5-ci tapşırığımıza. Riyazi ifadələrlə onların izahını uyğunlaşdır. Gəlin 1-2 qoyaq. 1, 2, 3, 4. 1-də L bərabərdir VT verilib. A variantında deyilir ki, yerdəyişməyə görə sürət sabitdir. Yerdəyişməyə görə sürət sabitdir, ikincisinə gedir. İkinci A. Yola görə sürət sabit olduqda gedilən yolun ifadəsidir. Gedilən yolun ifadəsi L bərabərdir V vurulsun T. 1-ə gedir B. Yerdəyişməyə görə sürət sabit olduqda edilən yerdəyişmənin ifadəsidir. S bərabərdir VT. C gedir 3-ə. Yola görə sürət sabitdir. 4 gedir. Deməli, C gedir 4-ə, D gedir 3-ə. Belə. Keçək 6-cı tapşırığımıza. Qatar 72 km/saat sürətlə 45 saniyə ərzində düz xətt üzrə şərqə doğru hərəkət edir. Onun getdiyi yolu və yer dəyişməsini tap. Gəlin yazaq. Əvvəlcə biz sürəti metr bölünsün saniyəyə çevirməliyik. Əsas vahidlərlə ifadə edək. Çünki 45 saniyə verib zamanı. Gəlin yazaq. V bərabərdir 72 km bölünsün saat metr bölünsün saniyəyə çevirək. 1000 bölünsün 3600. Cavabımız olacaq 20 metr bölünsün saniyə. Sonra zamanı verib T bərabərdir 45 saniyə. İndi gəlin yazaq onun yolunu və yer dəyişməsini. Düz xətt üzrə hərəkət olduğuna görə yol və yer dəyişməsi bərabər olacaq. L bərabərdir S, o da bərabərdir V vurulsun T-yə və 20 vurulsun 45 saniyəyə. Cavabımız olacaq 900 metr. Keçək 7-ci tapşırığa. 0.6 km bölünsün dəqiqə sürətlə düz xətt üzrə hərəkət edən cisim 0.1 saat ərzində nə qədər yol gedər? Cavabı beynəlxalq sistem vahidi ilə ifadə edin. Gəlin yazaq. 0.6 km bölünsün dəqiqəni əvvəlcə metr bölünsün saniyəyə çevirir beynəlxalq sistemdə əsas vahidlərlə ifadə etmək üçün. Gəlin yazaq. V bərabərdir 0.6 km bölünsün dəqiqəni çevirək metr bölünsün saniyəyə. 0.6 vurulsun 1000. 1 dəqiqə 60 saniyə olduğu üçün 60-a bölək. 600 bölünsün 60. Cavabımız olacaq 10 metr bölünsün saniyə. Daha sonra 0.1 saat ərzində nə qədər yol gedər? 0.1 saatı da saniyəyə çevirək. T bərabərdir 0.1 saat. 1 saat 3600 saniyə olduğu üçün 0.1-i 3600-ə vururuq. Cavabımız olur 360 saniyə. Nə qədər yol gedər deyir. L bərabərdir V vurulsun T yazaq. V 10 metr bölünsün saniyə vurulsun 360 saniyə. Cavabımız olacaq 3600 metr. Keçək 8-ci tapşırığa. Səsin havada yayılma sürəti 340 metr bölünsün saniyədir. İldırım çaxdıqdan 3 saniyə sonra səsi eşidilərsə, onun hansı uzaqlıqda çaxdığını tap. Deməli, havada yayılma sürəti 340 metr bölünsün saniyədir. V bərabərdir 340 metr bölünsün saniyə.
İldırım çaxdıqdan 3 saniyə sonra T bərabərdir 3. Onun səsi hansı uzaqlıqda eşidilir? L bərabərdir V vurulsun T-yə. Yəni 340 vurulsun 3-ə. Cavabımız olacaq 1020 metr. Keçək 9-cu tapşırığa. İki avtomobildən biri 16 metr bölün saniyə sürətlə Bakıdan Gəncə istiqamətində, digəri isə 14 metr bölün saniyə sürətlə əks istiqamətdə hərəkət edir. Onlar 12 dəqiqə sonra qarşılaşarsa başlanğıcda aralarındakı məsafəni tapın. A avtomobili B avtomobili gedir. Gəlin təsvir edək. A avtomobili və bir də B avtomobili. Deyir ki, iki avtomobilin biri 16 metr saniyə sürətlə, digəri isə 14 metr saniyə sürətlə. Onların zamanı verilib, zaman 12 dəqiqə verilib. 12 dəqiqənin əvvəlki saniyəyə çevirək. T bərabərdir 12 vurulsun 60, 720 saniyə zamanımız. Deməli, L bərabərdir, onlar arasındakı məsələ LA plus LB olacaq. LA nəyə bərabərdir? LA bərabərdir 720 vurulsun 16-ya. Yəni 11520 metr. LB nəyə bərabərdir? LB də 720 vurulsun 14-ə bərabərdir. Yəni 10080 metrə. Cavabımız olacaq bərabərdir 21600 metr. Keçək 10-cu tapşırığımıza. Bakıdan Qəbələ istiqamətində düz xətt üzrə 3 km bölünsün dəqiqə sabit sürətlə hərəkət edən sürət qatarının 50 saniyə ərzində getdiyi yolu və yer dəyişməsini tapın. Bakıdan Qəbələ istiqamətində düz xətt üzrə hərəkət edir 3 km bölünsün dəqiqə sürətlə. Gəlin əvvəlcə kilometr bölünsün dəqiqəni metr bölünsün saniyəyə çevirək. Gəlin yazaq. V bərabərdir 3 vurulsun 1000 bölünsün 60. Cavabımız olacaq 50 metr bölünsün saniyə. Daha sonra hərəkət edən sürət 50 saniyə ərzində, yəni T bərabərdir 50 saniyə. Yolu və yer dəyişməsi düz xətt üzrə hərəkət etdiyinə görə yolu və yer dəyişməsi bərabər olacaq. Yəni L bərabərdir S olacaq. Bu da bərabərdir V vurulsun T-yə, yəni 50 vurulsun 50. Cavabımız olacaq 2500 metr. Keçək 11-ci tapşırığımıza. Bərabər sürətlə hərəkət edən velosipedçi 0,1 saat ərzində düz xətt üzrə cənuba doğru 6 km yer dəyişməkdə. Onun yola görə sürəti və yer dəyişməyə görə sürətini tapın. Deməli, bərabər sürətlə hərəkət etdiyinə görə yola görə sürəti və yer dəyişməyə görə sürəti konstant olacaq. Yəni bərabər olacaq. V bərabərdir, yol da yer dəyişmədə bərabərdir. L bərabərdir S, V də bərabərdir V üstündə ox, yəni yer dəyişməyə görə sürəti. Bu da bərabərdir S bölünsün T-yə. Cavabımız isə 6 bölünsün 0,1, 60 kilometr bölünsün saat olacaq. İndi isə keçək 12-ci tapşırığımıza. Yer dəyişməyə görə sürət sabit olarsa, cismin trayektoriyası hansı formada olar? Yer dəyişməyə görə sürət sabitdirsə, deməli bu trayektoriya düz xətlidir. Əgər ayrı xətli olsa, yer dəyişməyə görə sürət sabit olmaz. Deməli, A variantı düz xətli. 13-cü sualda deyilir ki, yola görə sürət sabit olarsa, cismin trayektoriyası hansı formada olar? Yol skalyar kəmiyyətdir. Yola görə sürəti sabitdirsə, bu yalnız düz xətli və yalnız ayrı xətli ola bilməz. Çünki onun istiqaməti yoxdur. Yol skalyar kəmiyyət olduğuna görə yalnız ədədi qiyməti var. Bu həm ayrı xətli, həm də düz xətli hərəkət ola bilər. Yəni C variantı. 14-cü suala keçək. İşığın boşluqda yayılma sürəti 300.000 km bölünsün saniyədir. İşıq şüası yerdən aya hansı müddətdə çatır? Yerlə ay arasındakı məsafəni 384.000 km qəbul edək. Gəlin yazaq. Əsas düsturumuz nədir? V bərabərdir L bölünsün T. Deməli, hansı müddətə çatar deyir? Buradan T bərabərdir L bölünsün V olacaq. Yəni T bərabərdir L bölünsün V. L nədir? 384.000. V isə 300.000. Minlər gedir.
384'ü 3'e böləndə 1,28 saniyə. Cavabımız olacaq 1,28 saniyə. İndi isə keçək sonuncu, yəni 15-ci sualımıza. Yer kürəsinin Günəş ətrafında 30 km bölünsün saniyə sabit sürətlə hərəkət etdiyini qəbul edərək, onun bir sutka ərzində getdiyi yolu hesabla. 300, deməli V bərabərdir 30 km bölünsün saniyə. Hərəkət etdiyində onun bir sutka ərzində. Bir sutka 24 saat olduğuna görə T də bərabər olacaq 24 vurulsun 60. Gəlin yazaq. L bərabərdir V vurulsun T. 30 km bölünsün saniyə. Vurulsun 24 vurulsun 60 saniyə. Deməli saniyələr gedəcək. Cavabımız bərabərdir olacaq 43.200.